Amma burada ən çox anaları qorxudan nüanslar nə olur? Uşaqlarda niyə lenf düyünlərinin bu qədər böyük olması? Çünki həqiqətən də çənə altında olan lenf düyünləri hədsiz dərəcədə böyür. Hətta yumurta ölçüsünə qədər böyümüş uşaqları müayinə elədik bu həftə içərisində. Ona görə analar tədirgin olub həkimə daha çox müraciət edirdilər. Poliklinikə daha çox lenfadenopatiya, yəni lenfa düyünlərinin böyüməsi, ağız içində yayılmış aflar, yəni yaralar, yüksək temperatur, iştahsızlıq, halsızlıq, bununla müraciətlər çox idi. Bu lenfa düyünləri çənə altında ələ gəldiyi üçün və yumurta böyüklüyünə qədər böyüdüyü üçün anaları narahat edirdi. Buradan səslənmək istəyirəm ki, bu virus infeksiyası fonunda böyümüş lenf düyünləri olduğu üçün təhlükəli lenfadenopatiya deyil. Və infeksiya aradan qalxdıqca bu lenf düyünləri də geriyə inkişaf edəcəkdir. Burada sadəcə virus infeksiyaları yoluxması zamanı etdiyimiz genel müalicələrdən edirik.